Salam əzizləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Ağdam rayonunun Taşəbərli kəndinə gəlmişik və burada 30 sot məhəllənin içində yerləşən sizi bir mənzillə tanış eləyəcəyik. Hal-hazırda bu mənzil satışa çıxarıldı və burada hal-hazırda kirayə kimi də fəaliyyət göstərir bu mənzil. Kim istəsə kirayə qalmaq, mənzil satışına qədər, mənzil satılana qədər bu kirayə gəlib qala bilər. Qiymətləri də bizdən soruşa bilərsiniz. Kirayə haqqında biz özümüz məlumat verəcəyik bu haqda. Əzizləyicilərimiz, çox vaxtınızı almayım. Keçək indi mənzilimizin həyəti ilə və mənzilimizin özü ilə, içi ilə tanış olaq. Əzizləyicilərimiz, hal-hazırda darvazadan içəri daxil olanda burada bizi qarşılayır bir dənə toyuq hini və 30 sot məhəllənin içində yerləşən bu mənzil. Və əzizləyicilərimiz, hal-hazırda keçək mənzilimizin həyəti ilə sizi tanış edək. Və əzizləyicilərimiz, hal-hazırda sizi yarım tikili mal tövləsi ilə tanış eləyək. Bəli, 25 metr uzunluğunda mal tövləsidir. Və əzizləyicilərimiz, buradan yenə məhəllənin həyətinə daxil olaq. Və burada yarım tikili sanitar qovşaq var. Və mən sizi ayaq yolu ilə tanış eləyəcəm. Hal-hazırda gördüyünüz ayaq yolu. Keçək evimizin arxa hissəsinə. Burada da, bəli, böyük bir mal tövləsi yerləşir. Hal-hazırda yarım tikilidir və qarşısında yerləşən bütöv böyük tövlə ilə sizi tanış edəcək və mal heyvan saxlamaq üçün əlverişli yerdir və içəri daxil olmaq istəmirəm. Hal-hazırda özünüz almaq istəyən özü əl gəzdiriləcək bura, heç gəlib baxacaq. Bax, gördüyünüz kimi bu cür tikilidir, yarım tikilidir. Burada indi düzdür, ot basıb ora keçmirəm. Burada həyətimizin bağ hissəsidir və burada balaca toyuq cüzə nəsə saxlamaq üçün mini bir yerdir. Bəli. Və əzizləyicilərimiz, hal-hazırda keçək mənzilimizin otaqları ilə sizi tanış edəcəm və buyurun bax.